Güdül ölçüləri götürür. Baxaq görüm güdül ölçülərimiz nətər çıxır. Bir gəl bir baxaq. Güdül ölçüsü 1, 2, 3, 4, 5, 6 ədəd dişin birgə ölçüsü bir anda götürüldü buradan. 6 ədəd dişin. 3 kök, burada 3 kök. Bu kökler oradan görünürsə əgər tamamen uzunluqları bərpa olunmuş halda hamısı birə-bir də çıxdı və dişlər hansı dişlərdir? Dişlərə də baxaq. Cavan oğlandır. Dişlər əldən gedib. Belə bir dişlərdir. Bir bulan boylarına baxsaq, yonulub, dəfələrlə yonulub. Deontoloji olaraq çox danışmaq istəmərəm. Amma yonulub bu dişləri indi biz bərpa etməliyik. Bərpası üçün məsələn bu kötüklü çox dağılıb görürük burada. Bu diş çox dağılıb. Digər dişlər çox dağılıb. Biz müzakirə elədik buradakı bəlkə implant falan eləyib. Bəlkə indi konkret olaraq implant lazımdır. Pasiyent istəmədi. Bu məsələn diş əti səviyyəsindədir bu diş. Burada da diş vardı göründüyü kimi. Bunları indi bərpa eləyib saxlayacağıq. Bağlayırıq, bağlayırıq, bağlayırıq. Artıq belə bir çevrilir belə bağlayanda da. Progenik vəziyyət alınır burada. Alt çənə daha önə çıxmış olur. Bu dişlərin bərpasına çalışırıq. Görək nə olacaq. Maksimal uzunluq götürmüşük. Güdüllər hazırlansın. Baxaq, bu kök ən uzun dişimiz elə demək olar ki budur. Bunu belə məsələn güdüllə bərpa eləyirik, qoyuruq. Və digər dişlərə də bir baxaq. Bunları bircə-bircə işləyəcəyik. Belə dəqiq işlənilmiş metal güdüllərdir. Bunlarla dişləri uzadıb bərpa etməyə çalışırıq. Digər dişlərdə də güdüllər də bunlardır. Məsələn, bu tərəfə də bir baxaq. Bax, dişlərin belə bir bərpası gedəcək burada. Bunları yerlərinə oturtub sementləyəcəyik səliqəli formada gedəcəkdir. Bir də bu tərəfdə də bir dişimiz vardır. Görürük tamamen dağılıb. Ona da bir baxaq. Bu dağılmış dişimizin də bərpası üçün bura bir güdül qoyuruq. Bunu da belə qoyub beləcə dişi bərpa eləmiş oluruq burada. Güdüllərlə tamamen bərpa olmuş olur bu dişlər. Güdüllər qoyulandan sonra dişləri yonduq. Güdüllərdə bir fikir versək, balaca kötüklər idi. Öncəki hallarına fikir versək, lap balaca görünür. Güdüllərlə yonduq və belə uzun bir vəziyyətdə olduq. Məsələn, bu güdülü qoymaqla biz nə qabağa düşdük? Birincisi, dişlər, körpülər sementdən qopmayacaq. Çünki bir var bu boyda səthə yapışar. Bir də var ki, böyük güdül. Kənarları qırılmayacaqdır. Görürsünüz ki, zaman keçdikcə yorulmuş dişlər körpüdən sementdən qopanda bu hissələr qırılıb tökülür, bu uclar qırılır. Güdüllərlə və kökdən də əməllicə dəstək almış olduq. Kökləri də çox geniş yerləşdirdik. Əməllicə kökdən də dəstək almış olduq. Ondan əlavə burada keramikaların bu böyürləri gəlib burada pillələrə söykənəcək. Burada pillələr vardır. Baxmayaraq güdül üzərində də pillələr vardır. Bu bütün dişlər üçün keçərlidir. Digər dişlərə də baxsaq, yalnız sökmədiyimiz diş bu oldu. Niyə görə bu dişi sökmədik? Çünki ştiflə, metal postla bu hazırlanmışdı. Qənaətbəxş bildik, bunu sökmədik. Digər bütün dişləri demək olar ki, biz güdüllə hamısı, bütün dişləri güdüllə bərpa elədik, uzatdıq. 27-28 yaşında artıq dişlərin bu vəziyyətə gəlməsi çox az nəzərə alınır. Sırf güdüllərin vasitəsilə bu dişlər nə qədər gedər prinsipi ilə düzəltdik. İmplant məsləhət bilmişdik ki, çəkək bəlkə bütünlüklə implant qoyaq, Olanfor texnikası və yaxud digər texnikalar, amma bunun üzərində dayandı ki, sırf dişlərimi doktor saxlayın, siz güdüllə işləyirsiniz, ona görə sizin yanınıza gəlmişəm. Metal keramika hazırladıq. Burada zirkonun hazırlanması heç göstərişli deyil. Estetikaya o qədər baxımlığımız yoxdur. Yəni metal keramika bütün burada fikir versək, diş boyunlarına fikir versək, bütünlüklə gəlib hər tərəfdən pillələrə söykənməkdədir. Bax, hər tərəfdən bunlara bir fikir versək, gəlib pillələrə söykənir. Bax, belə gəlib yerləşdiririk. Bax, belə tam damaqlara tam birləşmiş bir vəziyyətdə gəlib söykənir. Perikusuna bir baxaq, bağlayırıq. Perikus çətin perikus idi, bağlayırıq. Alt çənədə uzunluq, üst çənədə biraz gerilik vardı.
Brüksuna da fikir versək, biz hardasa dişləri ucuza gətirib çatdıra bilmişik. Bu alt çənə, üst çənənin arxada olmağına baxmayaraq gətirib çatdıra bilmişik burada. Bir də zaman keçdikcə buralarda diş ətləri qismən, demirəm ki, əməlli başlı belə, qismən buralarda diş ətləri formalaşacaqdır. Niyə görə burada diş əti seyrəkdir? Çünki öz dişləri yoxdur. İki diş yan-yana olanda aradakı sümüyün üzərində 2 mm yarıma qədər diş əti örtür və burada diş əti məməciyi dediyimiz bu hissə olur. Burada isə diş əti məməciyi yoxdur, çünki diş yoxdur. Diş yoxdursa sümük yarıyıb, sümük yarıyıbsa diş əti də sümüyü qoruyur. Axı onun trofikası ilə məşğul, yəni onu qidalandırmaqla məşğul. Arxa tərəflərindən də baxsaq, hər tərəfdən dişlər vakuumun altındadır. Yəni bütünlüklə körpü bütünlüklə dişləri əhatələyib. Bu diş qapaqları bütünlüklə əhatələyib. Böyle indi bu dişləri sementləyəcəyik. Sementləmədən öncə biraz tutalım ki, bu köpək dişində gördüyümüz biraz burada karies tipli bir şey var. Amma karies deyil bu, nekrozlaşır. Yavaş-yavaş yumuşalmış dentindir. Bu hissələri biraz da götürəcək, eləyəcək. Yenə də kontrol olaraq baxacaq, harada nə sıxıntısı varsa onları da götürüb artıq bir dəfəlik dişləri sementləyəcəyik. Burada diş sayı da çox deyil əslində. 3 burada, 4 də burada olmalı. 7 diş üzərində 14 diş qurduq. Yuxarı çənədə 16 tamdır. Axırıncılar ağıl dişləridir. Axırıncı, 3-cü böyük azı dişlər. Onlara da ehtiyac qalmadı. Belə. Ağızda tez ərplənir. Ümumiyyətlə bunlar yuyulmuşdu. Məsələn, tez ərplənir fikir veriksə. Keramikalarda da filanda da tez ərplənmələr olacağı gözlənilir. Ağız suyunun tərkibi də mikrobiyoloji tərkib olaraq tez ərplənməyə meyillidir. Dişləri sementləyirik. Artıq sementlər də çıxdı. Metal keramika olaraq dodaqdan görünüşdə bir belədir. Belə də bir fikir versək. Bir də o tərəfdən də bir fikir veriksə belə. İşıqsız bir baxaq. İşıqsız rejimdə də belə bir vəziyyətdə görünür. Gülürük. Təbii versiyası da belə bir versiyada görünür. Bu bilirəm ki, bizim pasiyentlər, insanlar ümumiyyətlə siz baxarkən diş aralarına takılırsınız. Burada diş ətinin olmaması səbəbindən bax bunlar görünür. Bir də metal zəiflətməmə səbəbindən. Amma belə normaldır, hər bir şey gözəldir məncə, normaldır. Yəni iş tərəflənmək üçün demirəm. Yəni bu nəticədən bu nəticəyə gəlməyimizi mən məqbul sayıram. Pasiyentin fikirləri nətərdir? Yaxşı. Əla. Əla. Sözün gəlişi yoxsa doğrudan? Yox. Xoşunuz gəldi bu nəticədən? Bəli. Mübarəkdir. Çox sağ ol. Gülürük. Toylarda güləsiz. Çox sağ ol.